Allah'ın bütün adları gözəldir. Yoxsa yox? Eyb var, qüsur var, naqislik yoxdur. Allah'ın, subhanallah, bütün adları gözəldir. Allah Qur'anda 4 yerdə bildirib ki, onun adları husnədir. Əsməul husnə, eşitmişsiniz? Gözəl adlar. Biri A'raf surəsindədir. وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى فَدْعُوهُ بِهَا. Gözəl adlar ona məxsusdur, onu o adlarla çağırın. Ən gözəl adlar. 2. Hansı surədədir? Ondan qabaq surə yoxdur. İsra surəsi. قُلِ ادْعُوا اللّٰهَ اَوْ ادْعُوا الرَّحْمَانَ اَيَّمَّا تَدْعُوا فَلَهُ الْأَسْمَاءُ الْحُسْنَى. İstər Rəhman de çağır, istər Allah de çağır. Onsuz da bütün gözəl adlar hamısı ona məxsusdur. 3. Taha surəsində, qardaş düz deyir. Allahu la ilahə illə huva ləhul əsməul husna. Allah, ondan başqa ibadətə haqqı çatan yoxdur. Gözəl adlar ona məxsusdur. 4-cü də Həşr surəsində. Huvallahul xaliqul bari'ul musavvir ləhul əsməul husna. Allah xaliqdir, bəridir, musavvirdir. Gözəl adlar ona məxsusdur. 4 yerdə Allah öz adlarını gözəl adlandırır. Husna, əziz qardaşlar, gözəl deməkdir. Mənası odur ki, arxasında gözəllik yoxdur. Zirvəyə çatıb yoxsa yox? Sona çatıb gözəllikdə. Husna mənası gözəldir. O mənada ki, arxasında gözəllik yoxdur, qardaşlar. Allahın adları ən gözəl adlar.